Bizdə hakimiyyət çox inkişafdan danışır, çıxırlar nümayəndələri, deputatlara və s. inkişaf etmişik, inkişaf edirik, inkişaf edən ölkəyik və s. Hətta onların içində iddia edənlər də var ki, biz hər sahədə inkişaf edirik. Burada bir məsələ var, bu ödəməsi ümumi daxili məhsulu olan ölkə Azərbaycanın Ermənistandan azdır, Gürcüstandan azdırsa, belə bir ölkəyə necə inkişaf etmiş, inkişaf edən ölkə demək olar və əlxüsusda hər sahədə inkişaf edirik. Sual da verəndə hansı sahədə qalır belə cavab verə bilmir. Yəni ödəməsi Ermənistandan aşağı olan Azərbaycanın bu siyasi iqtidarının, iqtisadiyyat siyasətinin iflasa uğraması deməkdir. Yəni biz artıq özümüzü Avropa ilə də yox, Türkiyə ilə də yox, Rusiya ilə də yox, biz artıq özümüzü Ermənistanla və Gürcüstanla müqayisə görürük. Bizə bu siyasi iqtidar hansı plankaya salıb aşağı səviyyə və orada da uduzuruq. Sonra da inkişafdan danışır. Bu vaxt iqtidarın iqtisadi siyasətinin iflasıdır. Yəni əgər Qarabağda hərbi siyasətdə uğur, necə buna deyiriksə, eynən də iqtisadi siyasətdə uğursuzluq, onu da elə deyirik və deyəcəyik də. Çünki biz ağa ağ, qaraya qara deməyə doğru hesab edirik və nə gözü yumulu bütün günü bunları tərifləmək ya da elə ancaq pisləməklə yolu ilə getmirik, nə hər iki yol səhv yol sayırıq. Düzə düz, doğruya doğru, səhvə səhv deməyi özümüzə borc bilirik. Və iqtisadi sosial vəziyyətimizin də elə həmən bu ödəmə ümumi daxili məhsulla müqayisə edəndə görürük ki, Azərbaycan siyasi iqtidarın iddia etdiyi kimi inkişaf etmiş ölkə deyil və daha da çox tənəzzülə uğramaqda davam edir. Bizim Gürcüstanın Barjomisi kimi bizim mineral suyumuz mu yoxdur? Gürcüstanın Barjomisi bütün Avropa sayılır. Bizim Slavyankamızı, şovlarımızı kim tanıyır? Uzaqbaşı bir isti suyumuzu yavaş-yavaş tanırıq. O da elə hələlik postsovet məkanı səviyyəsində azdan çoxdan tanımağa başlayıblar. Yəni, ümumi daxil məhsulda baxın, ermənilərin, gürcülərin brendləri çoxdur, yoxsa bizim Azərbaycanın Azər çayımız var. Bir də kürümüzü, o da Avropanın varlı təbəqəsi tanıyır, kürümüzü ola bilsin. Ağa, nəyimizi biz mi tanıyırlar ki? Nəyimiz var ortalıqda bir gəlin çıxardaq. Sonra da biz qeyri-neft sektorundan artıq asılı deyirik, iddialı ortaya çıxır. Turizmdə uduzuruq Gürcüstana, uduzuruq. Ümumi daxil məhsulda Ermənistanı uduzuruq. Sonra da durub dedik ki, biz neftdən daha asılı deyirik, biz artıq qeyri-neft sektorumuzu inkişaf etdirik. Hansı inkişafdan söz gedir? Burada da ortalıqda hələlik biz bir inkişaf xalq olaraq görmürük, onu da deyik.